şən qonaqlar. Aynes TV'də yeni bir show. Səməndər Man Show. Yəni Superman var, Batman var. Niyə də bizdə Azərbaycanda Səməndər Man Show'su olmasın? Bizim şovumuz nədir? Yəni, əyləncəli, humoristik bir verilişdir. Bizim verilişdə hər şey ola bilər. Yəni, bu verilişdə mən istədiyim kimi necə istəyirəmsə, hər şey elə də olacaq. Bax, misal üçün, qardaş, sən. Hə, bax, sən. Alqışlayar qardaşı. Gəl bura, qardaş, gəl. Gəl bura, qardaş, gəl. Gəl. Gəl, baba, oradan çıxırsan bayra, düz evə geysən. Davay, yaxşı ol, qardaş. Yəni, bizim verilişdə hər şey ola bilər. Və ən əsasında bizim verilişimizdə hər bir insanı qonaq qismində görə bilərsiniz. Show biznes əhlindən, müğənnilər, tamadalar, aşıqlar və yaxud da politiklar, idmançılar, futbolçular, cüdaistlər, yəni hər bir insanı siz mənim şovumda qonaq qismində görə bilərsiniz. Və bugünkü qonağımız haqqında danışmayacağım. Gəlin, ekrana baxaq, qonağımız haqqında süjet. Mən çox üzr istəyirəm. Açıq bu süjet efirə getməməlidir. Prosta rejissorumuz nə axşam toyda olub, ona görə bir balaca səhv oldu. Hamısına yaxşısı qonağımızı özüm təqdim edeyim. Beləliklə, sizin alqışlarınızla qonağımız Aşıq Əli! Xoş gəldin. Mən sənə yaxın oturum, yoxsa... Yaxın oturum. Bursa dedim, problem olardı, sonra onu görə dedim. Aynet telekanalında heç bir problem heç vaxt yaranmır. Aparıcı tərəfindən problem. Yox, aparıcı tərəfindən problem. Necə istəyirsiniz bizim verilişdə? Çox sağ olun, siz yaxşı olun. Xoş gördük hər birinizi. Efir qarşısında eləşən tamaşaçıları da salamlayıram. İlk qonağımız sizsiniz. Yəqin ki, ayağınız yüngül olar. İnşallah yəqin ki, olar. Yəni, sözün əsl mənasını demirəm, siz yüngül ola bilməzsiniz. Çəki baxımından düzdür, biraz ağırdır, amma ayağım yüngüldür. Deməli, bizim layihəmiz yaxşı olacaq. Haradasa ola bilsin, o da sizin özünüzdən də çox şəxslidir da. İnşallah yaxşı olar. Növbəti rubrikamızı təqdim etmək istəyirəm. Növbəti rubrikamız sosial sorğudur. Yəni ki, biz hər dəfə şəhərə düşüb, müxtəlif insanlardan sorğu-sual edəcək, maraqlı suallar və maraqlı gülməli cavablar almaq fikrindəyik. Bakı şəhərində oğlanla tanış olmaq üçün qız nə etməlidir? O sadəcə yoldan keçməlidir, qalanını oğlan hamısı özü eləyəcək də, yəni bizdə belədir. Gedib sadəcə nömrəni verib gedir. Yaxınlaşmalıdır, şərait yaratmalıdır. Vəssalam. Yaxınlaşırsan küçədə qıza, nə etmək lazımdır ki, qız tanış olsun? Nə etmək lazımdır? İndiki cavanların şirin dili var, oğlanların. Şirin dilinə sağlıq, qızla tanışdır. Soruşmalıdır sizin tanış olmaq olar mı, yoxsa yox? Siz mənə deməlisiniz ki, sizinlə tanış olmaq olar. Mən də deyəcəm ki, mən də fikirləşəcəm. Valla nə bilim, eləsi var, yaxınlaşır deyir, dost ola bilərik. Eləsi də var ki, promo deyir, sizdən xoşum gəldi. Baxır da indi nə tər olur. Özü eləməlidir, nə bilinəcək. 5 manat versin, tanış olaq tabii. Nömrə verib tanış olmaq. Söz atmalıdır. Özünü yaxşı aparmalıdır. Cavab verir. Maraqlı sualdır. Necə mümkündür? Məncə, bütün temaları oğlanlar istifadə edib. Cazibəli giyinməlidir. Məsələn, nə geyinməlidir? Mini yufqa, açıq-saçıq kofta. İndi açıq-saçıq geyindi, sonra nə? Sonra nə bilim, necə deyim, normal yeriməlidir də. Yəqin ki, bir qaş-göz atar falan, gedər bir tək yerlərə, oğlan da yaxınlaşar. Damcı düşməlisən də hər halda da. Gəzməliyəm də sizin arxanızca. Naverində da.
gezməlisiniz ki, sonra da mən fikirləşərəm də, yesil daha yesin ya da baxaram görüm necə qızsan, ev qızısan, yoxsa ya. Nömrə verməlidir. Qız özü tanış olmaq istəyir. Sözün cünsəm mən elə qızlara hörmət qoymur. Olar ki, mən müsahibə verməyim. Çox sağ ol. Oğlanla tanış olmaq üçün qız salam verməlidir. Hə, dünyanın hər tərəfində məhəbbətlə. Nömrəsini. Nömrə sən verəcəksən öz nömrə ver. Hə. Qız mənə yanaşanda deməlidir ki, qurban olaramsa, gəl səndən tanış olar. Və yolu budur. Və qız desə, qurban oluram, mənimlə tanış olun, nə deyəcəksiniz? Deyəcəm ki, mən də sənə qurban olaram, problem deyil. Lazım deyil, Bakı şəhərində qızlarla tanış olmaq. Qız birinci oğlana yaxınlaşmalıdır. Onun nömrəsini almalıdır. Sonra öyrənməlidir, görsün oğlanın belə idmançı qardaşları zadı var, yox birdən qıza problem yaranar. Valla bilmirəm, hələ o tapılmayıb. Birinci sual verək. Biz çox fikirləşdik uşaqlarla, nə sual verək, nə suallar bizi maraqlandır. Tapanca çıxarız. Yox, tapancanı buradan çıxarız. Dedim birdən bəlkə bizimkilərdir. Yapıl çıxır. Aşıq Əli ilə Məhəmməd Əlinin fərqi nədədir? Aşıq Əli ilə Məhəmməd Əlinin fərqi bundadır ki, heç bir şeydir. Yəni mən də məşq edirəm, o da məşq edir. Amma sadəcə olaraq o idman növü ilə tanınıb, yəni boksyorluqla tanınıb. Mən də bir aşıq kimi tanınmışam. Bu fərqlərdir, başqa fərqimiz yoxdur. Bir də rəngimizdə fərq var. Bir balaca mən ağam. Bir balaca. Amma mənim bir belə variantım var idi. Məncə Məhəmməd Əli yumruğu ilə feyziyab eləyir, amma Aşıq Əli sazı ilə yumruğla feyziyab eləmək olar, Allah sən kömürürsün. Yumruğla feyziyab oldu, getdi. Feyziyab buna deyirsənsə, olar. O feyziyabdan olmur. Sazla da bəs siz ifa edəndə, cəmaat feyziyab olub gedmir bəs. Biri var, dincələsən, bir də var ki, yumruq dəyər elə orada da qalır. 3 ay dincələ. Əli, mən bugün sizlə çox danışacaq, suallarımız çox olacaq sizə. Hiss edirəm. Sözlü adam oxşayam, hə? Maşallah. Bugünkü verilişimizdə bizim çoxlu rubrikalarımız olacaq. Yəni, yeni verilişdir, bizdə gülməli rubrikalar olacaq və o rubrikalardan birincisi ilə başlamaq istəyəm. İcazə verirsiniz? Başla, qardaş. İcazənizlə. Elə ki, yəni aramızda problem olmasın. Yox, Allah. Beləliklə, Səməndə Ərməni Show'da ilk rubrikamız Mırt Klip. Diqqət ekrana. Hallana gəzirəm. Sallana gəzirəm. Baxışınla vurdun məni, naz edib yordun məni. Sensizlikdə gördün məni, mən kimi qalaydın kaş. Qəlbi dərdə salan yerdən, məni yad bilən. Freestyler, rock the microphone, straight from the top of my dome. Freestyler, rock the microphone, carry on with the freestyler. Bilmem ne oldu koydu beni gitti sevgilim. Bilmem ne oldu koydu beni gitti sevgilim. Arılar gözüyle aşıkı terk etti sevgilim. Mehribanlık saadettir, mehribanlık saadettir, saadeti yaşadalım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadalım. Sen olmayanda yanımda, donur damarda qalında, üşüyürəm ünvanında, darıxmağa qoyma məni. Mən də qaqaş, hərəkət edək yavaş yavaş. Sən də qaqaş, mən də qaqaş, hərəkət edək yavaş. Yenə içmisən zəhrimar araq et. Dəymə mənə lomka
lomkadayam. Hanımırsan evdarı vadı şağı. Değmem lomkadayam. Video bizə baxdıq və qayıdıq studiyamıza və yenə də mənim çoxlu suallarım var. Belə bir sualım var sizə, Əliməm. Buyur. Avrovision müsabiqəsinə baxdınız yəqin ki, bu il. Hətta onun roliklərində göstərdilər mənə. Hansı roliklərində? Yəni Azərbaycanın tanıdığım rolikləri oldu orada. Yox, mən Eurovision özünə. Eurovision qoyaq bir yana. Eurovisionun qalibini baxdınız, gördünüz. Hə, o... Hə, o. Xanımı deyirsiniz. Baxın kimi üçün xanımdır, kimi üçün qardaşdır o. Qardaşı deyilsə, yoxsa xanımı. Əməm, yəni siz necə reaksiya verdiniz onun qalibiyyətinə? Sözün açıq heç baxmamışam ona. Mən necə boynumu alım ki, baxmır. Vaxtımız olur bizim elə şeylər var. Bir dənə baxdıq ki, Azərbaycan yer tuta bilmədi. Onun üçün də biraz fikir yayındı oradan. Baxmadınız, başa düşdüm. Bəs eşidəndə, biləndə ki, o xanım, qardaş xanım qalib gəlib orada. Nə reaksiya oldu? Yəni, qardaş xanım deyəndə, qardaş deyirsiniz, ya bacı deməz onu, ya başqa... Yox, mən onu bacı deyə bilmərəm. Başa düşdüm, gəl qoyaq Conchita Wurst'u bir yana. Belə bir sual verim. Bəs Aşıq Əli özü Avrovisiona getsə, Azərbaycanı təmsil etməyə, bu necə ola bilərdi? Səncə mənə ilişmir. Yox, ilişmir. Bax dedim, ki, elə çətinləşməsin. Yox, hələ ki çətinləşmir. Yaxşı oldu hər şey. Necə ola bilərdi o? Muğamımız çıxış elədirsə, deməli Aşıq da çıxış eləyə bilər. Azərbaycanda? Bəli. Alışın. Belə bir misal var. Deyirlər, Aşıqların sözü qutaranda nanay eləyir. Aşığın sözü qutarmır. Əslində müğənninin sözü qutarır. Müğənninin fonoqraması kəsilir, mən belə deyərdim. Aysa, müğənninin fonoqraması kəsilir, amma aşığın sözü qutarmır. Heç vaxt. Heç vaxt deməzdim, amma mən deyərdim ki, bəlkə də heç vaxt. Bəlkə də. Sizin sözünüz qutarıb açansın? Yox hələ ki. Hələ ki, yox. Allah bundan sonrasını qorusun. Ola bilər ki, bu günləri nəsə sözlərdə çox istifadə edir. Heç bir problem yaranmaz məncə. Davam edirik. Növbəti rubrikamıza keçid almaq istəyirik. Biz süjet hazırlamışıq. Əlməm, bir dənə sual verim. Amma xarş eləm bayaq kim olmaq? Yox, gülməli olacaq. Əlməm, siz ailəlisiniz. Bəli. Övladınız var. Bəli. Allah saxlasın. Biz süjeti hazırlamışıq. Bu süjetdə deməli, biz göstərəcəyik müxtəlif insanları doğum evinin qarşısında. Yəqin ki, maraqlı olar sizə. Maraqlı deyirsən, olsun da maraqlı. Belki də diqqət ekrana. Doğum evinin qarşısında müxtəlif insanlar. Suğra! Ay Suğra! Hə! Nə oldu? Oğlan! Mən səni sevirəm! Mətanət! Ay Mətanət! Hə! Kimdir? Qız! Utanmırsan? Gir sənə! Aysel! Aysel! Hə! Kim? Oğlan! Öpürəm sən. Canım! Nəzrin? Hə! Nə oldu? Heç nə. Niyə? Onu səndən soruşmaq lazım. Niyə axı? Cavanşir! Ay Cavanşir! Hə! Elə bil ki, sən burada olmalısın, mən orada olmalıyam. Mənim başım qaçıb edən gələm. Tofiq! Ay Tofiq! Nə var Allah? Kapat aşağı oynayaq da biraz. Gözləyin də atıram. Aysel! Ay Aysel! Hə! Nə oldu? Conchita! Conchita? Yox ha, kim üzümü qırxın, ayıb diyor. Şükife! Ay Şükife! Hə! Kim diyecek? Oğlandı Can. Onu soruşmuram. Uşağın atası kimdir? Ben onu bilmeliyim. Günay! Ay Günay! Hə! Kimdir? Yazılıb ki, bəxtinizi bir daha sınır. Aytekin! Ay Aytekin! Hay! Şeydi, o televizorun pultu hardadır? Kuxnada, şkafın üstündə olmalıdır. Tamam. Soma! Sənin oğlun oldu ya. Sənin oğlun oldu. Güya bilmirəm, nə oğlum oldu. Kəftədən bir olsa buradasan, baxma onu qeybədir deyicin ha. Növbəti rubrikamıza keçid almaq istəyərdim. Növbəti rubrikamız
stand-updır və bu stand-upı mən özüm sizə danışacağım bugün. Sizin alqışlarınızla. Yəqin ki, hamımız bu mahnını eşitmişik. Xodda maşının abrana sür. Hamımız eşitmişik də bunu. Hər yay gələndə biz bu mahnıya qulaq asırıq. Amma diqqətlə heç o mahnıya qulaq asan olub Bakı şəhərində. Yəni sözlərinə diqqətlə qulaq asmısınız. Gəlin bir yerdə müzakirə edib bu mahnının sözlərini. Getdik. Xodda maşının abrana sür. Nə sizə gedək, nə bizə gedək. Xodda maşının abrana sür. Nə sizə gedək, nə bizə gedək. Qaqaş, biz hara gelirik? Mən çatmıyor ya. İki dənə ceyran götürək, iki qardaş dənizə gedək. Təsəvvür edirsiniz Nabran. Yolları Nabranın, iki dənə qaqaş, Panamka başlarında, Qavayka köynək, şartik, yanlarında da iki dənə ceyran, otluya dənizə gedirlər. Deməli, nəyə lazımdır Bakının istisində əzab çəkək, manqalı bağdan götürək, gedək meşədə kebab çəkək. Camaat deyib, bağımız olsun, gedək orada kebab yeyək. Bu deyib, manqalı bağdan götürək, gedək meşədə kebab çəkək. Diskoteka səhərə qədər. Qaqaş, sən Nabranda açan olmuşsa axırıncı dəfə. Orada 12-dən sonra diskoteka var, işlən belə bura. Bir oğlan da ata bilməz, qızlara söz yanımıza atsa da istəyər üzür. Təsəvvür edirsiniz Nabran, diskoteka. Diskotekanın girişində bir dənə qaqaş dayanıb belə. Diskotekadan çıxan yaxınlaşdı, qaqaş bağışda. Qaqaş bağışda, iki dənə blandinkaya sataşdım mən orada, bağışda. Bağışda burada. Bütün camaat ya bundan üzür istəyir orada. Bardaçoka pivə yığaq, bağaja da ki, yeşik araq. Mən başa düşməyəm, 07'in bardaçoku benim Pradon bagajniki zatdır. Güya sən polunu bak vursan, 07 ilə BMW-dən qaçacaqsan da, hə, brat? İkidən dördə at gedir, hə? Qaqaş, karobka dağıldı ya, brat. Məncə, mahnı düzdür, gülməli alındı bugündən, biz qulaq astıq buna, amma mən 100% Güvağa ilə Cavidə buradan üzümü tuturam deyəm, mahnı bombadır, superdir, yəni hər yay biz hamımız mahnıya qulaq asıq, amma gəlin sözləri biraz gülməli yox, mənav eləyək. Sizin qarşımıza çıxarıq, Səbəndər Rzayev. Belə bir sual uşaqlıqda hamımıza verilib, yəni deyiblər ki, birinci toyuq dünyaya gəlir, yoxsa, yox, birinci toyuq yaranır, yoxsa yumurta. Amma bu sualın bizim verilişimizə heç bir adiyyəti yoxdur. Ona görə mən soruşmaq istəyirəm, birinci aşıq yaranır, yoxsa saz? Birinci söz yaranır. Sözsüz ki, söz yaranır. Haysa, ona görə də sonra aşıq yaranır, yəni saz gəlib meydana. Yox, birinci aşıq sazı tapıb, yoxsa saz aşığı? Yox, söz aşığıdır, sazı tapıb. Söz tapıb sazı, saz da gəlib aşığı tapıb. Özün nə tərsən? Mən yaxşıyam. Sualdan qaçdıq da deməli. Yaxşı. Çünki o çox çətin sual. Çox çətin sualdır. Bəli, çünki mən burada başqa cavab verirəm, sonra başqa bir söz çıxar ortağa. Sizin belə cavablarınız da olur, yəni? Yəni, olur ki, otururlar, söhbətə çağırırlar, 5 dənə özünü tanıyan oğlanla belə söz. Ələm, keçir alan növbəti rubrikamıza, amma bu rubrikanı mən təqdim eləməyəcəm. Bu rubrikanı təqdim eləmək üçün mən studiyamıza Hüseyin Rəhimovu dəvət edirəm. Hüseyin Rəhimov!
Axşamınız xeyir olsun. Tanıyırsan bu oğlan? Tələsirdim biraz. Toya gedəcəm də, mən də sikim. Su götürürüz. Ya, sağ olun, çox sağ olun. Acı təqin nəfəs ona görə. Buyur qardaş. Sağmaçılıdır şey. Belə deyil. Kimin özü əlimin yanında? Aron ağrıyır da, gəldi. Elə bir həkimə gəl. Həkim. Şey, nə hazırlamısan? Dublyaj hazırlamışam mən. Bu sosial reklam kimidir, amma humoristikdir biraz. Sən elə danışsan, elə bir imtihandasan, müəllim də oturub burada. Yox bala, sən keçmədin. Bala, nə hazırlayırsan? Danış gör nədir bizdə, nə haqdadır, nə olacaq? Sosial reklam kimidir, yəni bir filmi dublyaj eləmişəm, amma humoristikdir. Humoristik, gülməlidir. Gülməlidir. Nə əcəb, mən bildim bu verilişdə bizdə gülməli heç nə olmayacaq. Baxaq? Gəl baxaq, ondan sonra müzakirə eləyək əlim-əlindən bir yerdə. Baxaq. Beləliklə, dublyaj sosial reklam Hüseyin Rəhimoğlu'nun təqdimatında. Gəlin süjetə baxaq. Zaki Kirstansadır, Şırxılıdan gəlib. Hə, tora qoy qalsın görüm nədir o, gözlüblər tablar. Dedim evdə uzanım, dincələməyə biraz. Allah, vızıbda atmağı vaxtı. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Mən Işıqpuludan gəlmişəm. Hə, nə Işıqpulu? Işıqpulu nədir? Nəcən Işıqpulu nədir? Işıqpulu, qardaş, işıq var siz Işıqpulu istəyirsiniz bizdən. Bəs bu nədir Allah işlətdiyimiz? Işıqdır bu? Ha, bu başqa şeydir, qonşunun işığıdır. Bizdə fanardır, başqa şeydir, dağıt eləməyin bizi. Gözdə indi gəlirəm, mən sənə başlayaram həyatı. Qapın bağla, belinə çatmır, elə bir liftdə doğulublar. Bu işdə bezdirdi tabici. Yavuş Məmmədov. Mənim pulumu verin, baba işıq pulunu verin, yəni belə olur. İşıq pulu gəldi. Mənim pulumu verin, dalan. Az eşitirsən, mən yoxam. İşıq puludan məni sorsalar, mən yoxam. Eşitdin məni? Yaxşı, yaxşı Zaki. Mənim pulumu niyə vermir sahibala? Sizin borcunuz 289 manat 60 qəpikdir. İşıq pulu gəldi. Buna bax hala, şotçiqələncal qoyublar. Deyəndə mən sizin işığınızı kəsərəm. Lev işlədirlər mənə. Bakı elektrik şəbəkə. İşıq pulunu vaxtı-vaxtında ödəməyi unutmayın. Dərhal sualım var. Əlim vaxtı-vaxtında işıq pulunu ödəyir, yoxsa yox? Yox, çünki mən işıq pulu ödəmirəm. Kameralar çəkdi də bunu. O necə olur əlim? Yəni, çünki ailədə böyük var, böyükdir, atam. Belə bir zarafat elədik biz. Çox sağ ol, inşallah gəlin verilişlərimizdə. Bu qoy günah. Telefon nömrəsini itirsən, tənə verim bunu aparacımdan. Sanıqlar nə qədər məndə. Əgər siz Aşıq Əli öz sazınızla vidalaşsaydınız, başqa hansı bir musiqi alətindən istifadə edərdiniz? İlk növbədə vidalaşmaram. Yəni, nə baş versin. Ya, maşallah pis döyürsən, yaxşısan. İlk verilişdə düzələcək inşallah gələcəyinə. Nə mənada pis döyürəm, nə fikriniz var ki? Yəni, yaxşıdır, kostyumun zadını. Siz də pis döyür pəncərəyiz. Sədərəydə görüşmüşdük keçən dəfə. Yaxşı, belə bir sual verim. Aşıq Əli Azərbaycan şou biznesində kiminsə öz sazı ilə sazlayıb? Biraz qəliz sualdır bu. Yenə baxımda, mən üçün problem deyil. Baxır, kimi sazlamışsınız da? Sazlamaq biraz... Yox, sazlamaq siz nəyə deyirsiniz ki? Mən bunu deyirəm, ayna o da oynayıb sazlayıb. Siz başqa yerə getdiniz. Mən başqa şey fikirləşməm. Bəs ondan eşitirsiniz ki, sual cavab versəm burada düzgün olmaz. Ay, sağ ol. Bir. İndi isə bir balaca pauza yaratmaq istəyirik. Səməndərmin Show'da reklam var. Reklamlardan sonra yenə də studiyaya qayıdacaq. Bizdən ayrılmayın.
love inside yourself. Now people in the air, everywhere. Əgər bizdə bir neçə dənə tapıntı şəkillərimiz var. Maraqlı gülməli şəkillərdir. Şəkillərlə onda siz rastlaşırsınız da gülməli şəkillərlə. İnternetdə. Olur ki, hə. Sosial şəbəkələrdə. Olur ki, bəli. Biz bir-iki dənəsini tapmışıq, elə siz bir yerdə müzakirə eləyək. Baxa müzakirə eləyək. Biz köçmürük. Sovetski. Nə demək olar bu barədə? Vallahi nə bilim, biraz siyasi məsələyə gedib çıxır. Mən siyasi məsələyə gedib çıxa bilərəm. Mənə icazə veriblər. Sən icazə verir. Mənim öz cavabım var bu şəkilə. Köçəcəksiniz. İmza Bakı şəhəri icra hakimiyyəti. Növbəti şəkil. Rap deyən vaxt olub bu. Nəinki rapi, orada başqa şey deyildi deyəsən. Məncə, belə bir məlumat yayılıb bu yaxınlarda. Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama Akazvitska Papayın uşağı imiş. Növbəti şəkil. Nə demək var bu barədə? Buna yaxşı bir cavab var, prosta demək istəməzdim onu. Amma belə mitingə gedənlər oxşayırlar. Mitingə. Bir yax siyasətə getməyən adam indi mitingdən danışır. Amma məncə bu sizlə xəbərləri oxşayır. Son zamanlar bəzi rayonlarda qaz problemi yaranmışdı və bu yaxınlarda bu problem həll olundu. Rayonlarımıza nəhayət ki qaz verildi. Elə deməzdim, mən elə bil Almanların o müharibəsində o atlarla zadlarını belə piyadalar, atların qabağında piyadalar gedir. Bax onu oxşadıram mən. Almanlar Mercedes, BMW sürür. Qardaş, bu yaxınlarda körüblərdə, onlar da bizi kimi at satışır bu vaxt. Əmən, siz toylara gelirsiniz də yəqin ki. Elə deyirlər, elə bu günlərdə. İnşallah, bəlkə getdim mən. Sizdə də bahalı qiymətlərdir bəzi müğənnilərimiz kimi, yoxsa? Yox. Yox. Mənim toyuma gələcəksiniz. Söz verim. Söz verməyin, nə gəlin toyuma? Ordasınız. Hə, var da belə adamlar çıxır efirdə deyir. Ordayam, problem. Mən 100% gələcəm, ona söhbətdir. Mənlidir, qaqaş, lazımdır heç bir şey. Səhər zəngləşək. Sonra da zəng gəlsən, harqasan dil verilişdəyəm, gələ bilmirəm, çəkilişdəyəm. Falan iş çıxdı, valla, tədbirlər, qoymurlar, alınmır, gəlmir. Yaxşı, düzün danışaq da, sizdə belə bir hadisə olur. Düzün danışımız ki, qaqaş, nə qədər verəcəksin? Nə qədər lazımdır? Ay, onu deyəmmələm də. Mənə çox lazımdır əslində. Yox, mənə də çox lazımdır. Hamımıza çox lazımdır. Yox, zarafatsız doğrudan qiymət demək fikriniz yoxdur yəni ki. Yox. Deməyəcəksiniz, yaxşı. Biz toylara gələndə hələ belə nə qədər pul sağolsunuz? Heç hamı necə məndə 30 manat, 20 manat. Baxın şeyə, stolun qiymətinə. Nə bir ki, məsəl üçün 25 manata stol danışırsa, 30 manat salın, 5 manat toy yəsinə xeyir, 25 manat. Keçid almaq istəyəm növbəti rubrikamıza. Bizim növbəti rubrikamızda video süjet deyil. Bu dəfə biz sizə həyatdan götürülmüş qısa-qısa səhnəcikləri göstərəcəyik. Bu rubrikanın adını qoyuruq pizza. Çünki qatılma qarışıqdır. Beləliklə, Səməndərmin Show'da pizza rubrikası. Gəlin birinci baxaq. Supermarketdə hadisə. Salam qaqaş. Salam ala, alkogolik. Nə? Alkogolik da o. Qaqaş, alkogolikliqdən qutardıq. Sən? Mən. İçməyəcəksən də. İçməyəcəm da. Heç vaxt. Heç vaxt. Kişi kimi söz verirsən. Kişi kimi söz verirsən. Alasan lap kişisən. Prosta axırıncı dəfə bir dənə butulka pivə verirsən. Olmadı ki də, tərgidirəm. Yox, bir dənə də axırıncını içirəm, qutardı getdi. 100%. 100%. Yaxşı, dayısan sizi gözlə. Gələ. Sağ ol. Bu nədir o? Mən də elə biləm məndədir. Yox, sən bir dənə butulka pivə utdun. Yox o! Nə danışsan? Qaqaşsan. Ver də onda. Tərgidmişdin axı sən. Yox, indi udmuşam da, qismətdir. Yaxşı, dayısan. Gələ. Sağ ol, qaqaş. Necədir? Bomba kimi. Bu nədir? Səməndər. Sən bir kletka pivə udmusan, xəbərin var? Bir kletka? Bir kletka! Özün bilən məsləhətdir. Aptekdə hadisə.
Salam Fatma xala, necəsən? Salam Orxan, sən necəsən? Yaxşıyam, Fatma xala, mənə 3 dənə ondan ver də. 3 dənə ondan? Sakit. Gəl. Sağ ol Fatma xala, gələ pulu. Orxan, haradasın? Buyur, Fatma xala, salam, necəsiz? Sağ ol qızım, sən necəsən? Mən də yaxşıyım. De, Orxanla kinoya gedirik. Biləm, elə indicə Orxan məndən 3 dənə bilet aldı o kinoya. Doğrudan, 3 dənə? 3 dənə. Onda bəlkə siz də bizlə gedəsiz. Yox, qızım, mən o kinolara cavanlıqda o qədər baxmışam ki, nə lazımdır. Kişi Türkiyədən istirahətdən evə qayıdır. Nəhayət ki, mən evə qayıtdım. Əsəbləşmə, nə demişdin, hamısını almışam sənin üçün. Baba. Brilyant kolye. Gələ, baba istədiyindən gör, nə qəşəng yaraşır. Bəh, əsəbləşmə. Nə demişdin, hamısı yadımdadır. Heç nə yadımdan çıxmayıb. Baba, gör, nə qəşəng sənin üçün bluska almışam. Giyinərsən özvə, yayda gəzərsən dənizdə belə. Gələ, heç nə yadımdan çıxmayıb. İstənmə. Kalqotka əynimdədir. Deyək, ya. Tamojina prosto qoymurlar keçirməyə ona görə. Bax, kalqotkanı da getirmişəm sənin üçün. Heç nə yadımdan çıxmayıb, heç bir şey. Hər şeyi gətirdim sənin üçün. Siyoma, uşaq hardadır? Allah, uşaq qaldı Türkiyədə. Həyətdə hadisə. Salam, salam. Bu nədir? Anar. Bala, gəl evə. Mam, 10 dəqiqədə oynayım gələm, nə olar? Yaxşı, oyna. Çox sağ ol. Taxtadır bu. 10 dəqiqə keçdi. Bu nədir? Anar. Bala, gəl evə. Mam, 10 dəqiqədə oynayım gələm, nə olar? Yaxşı, oyna. Çox sağ ol. 10 dəqiqə keçdi. Soyuqdur. 20 dəqiqə keçdi. Yoruldum. 40 dəqiqə keçdi. Mama. Haycan. Sən mən niyə çağırmışsan, ha? Anar. Bala, gəl evə. Mam, 10 dəqiqədə oynayım gələm, nə olar, qayşı. Arvad filarmoniyada. Həmənki ailə evdə. Ay, bu nə? Neynirsən Şəman? Neyniyəcəm, heç nə, oturmuşam. Ay, bezmişəm evdə oturmaqdan. Televizora bax. Pəki filarmoniyaya gedək? Yox, bəsdir. Yaxşı. Sən neynirsən? Xiyar qoyuram gözümə. Gözvə? Bəli, gözümə. Mığayət ol. Parkda hadisə. Nə baxırsan? Niyə işlənirsən ki? Təsəvvür elə ki, bura bir bağdır. Sən gül, mən bülbül. Bülbül gülə baxar da. Da bülbül baxar da. Qaşqaldaq yox ki.
sizin qarşınızda çıxış elədi. Diana Babayeva. Mən Anar. Mən Orxan. Mən Şəhriyar. Və mən Hüseyin. Xüsusi olaraq Səməndər Mən Show üçün. Növbəti rubrikamıza keçid almamışdan öncə Abdüəliyev Nərimanı studiyamıza dəvət edirəm. Ay, salam aleyküm. Tutulup belə şeylər eləyəcəyiz burada. Ola bilər belə şey? Utandı. Hemen şalvarma baxsınız. Balaca söküyü var idi onun. Söküyü var. Qoy göstərin. Yəni bu belə şalvarlar modda indi. Hə də yaxşı, otur. Saz aləmində belə şey mod yoxdur. Yaxşı da, otur. Otur, daha uzatma. Deyirəm, səndə də yamaq var, hə, burada? Hə, burada cırılmışdı, tələ tutur. Sən dostun deyib belə otur yenə. Düzəltdin amma otur, yaxşı. Necəsin Nərman, nə var, nə yox? Yaxşılıqdır, pisdir. Allah ta'ala bura bir 60 kilo çəki versəydi, gör bu nətər oturar deyə burada. Mənə vermədi, sənə verdi, da onu, sənə. Qardaş belə yaxalanır, belə. Yaxşı. Nərman, nə hazırlamışsan? Mən açıq heç nə hazırlamamışam. Tapmışsan, bilirəm, həftənin tapıntısıdır sən. YouTube'dan bir videorolik tapmışam, çox maraqlıdır. Yəni, gülməli olmasa kreativdir. Belliklə həftənin tapıntısı Nərimanın təqdimatında. Diqqət ekrana. Elnur Məhvi, Mahir Aybrat. Я друг, ты друг, мы криминальный круг. Я друг, ты друг, мы криминальный круг. Привет всем ворам и блатной мужикам. Привет всем ворам и блатной мужикам. Мы благодарны вам за ваши услуги. Я друг, ты друг, мы криминальный круг. Я друг, ты друг, мы криминальный круг. В ресторане сидел со мной две мадемуазель. В ресторане сидел со мной две мадемуазель. Не будьте беспредел. Ай, брат, салма шлюп. Я друг, ты друг, мы криминальный круг. 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 Мы скажем по одному, именно по-своему. Мы скажем по одному, именно по-своему. Не доверять никому. Все может вдруг. Я друг, ты друг, мы криминальный круг. 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 Я друг,
ты друг. Мы криминальный круг. Yaxşıdır, bu... Kreativ. Kreativ. Hə, bax, o söz kreativ idi, fikirlər axtardım. Mən axtarmırdım, yəni sözün açığından. Yaxşı tapıntıdır. Tapıntı yaxşı tapıntı. Yaxşı tapıntıdır. Yəni, sualın var əl-müəllim. Məncə sənin sualın var. Yoxdur sual. Yoxdur sual. İndi qeyd. Gedim mənə. Qeyd, mən özüm gedim yuxarı sual. Bunu doğru. Əməm, dilinə görə yaxşı tütək çalan ilanı yuvadan çıxarda bilər. Bəs aşıq sazı ilə kimə nə eləyə bilər? Bir günləri Bəybal adında bir zurna salam var. Bizim dostumuzdan salamlayırıq. Salamlayırıq. O bildiyiniz kimi bəy gəlinin o dediniz o tütək çalan o ilanı çıxardar yuvasından. Ona görə bir gəldi deyirəm. Bir günlər bir qapıya gedib toy qapısına ki, bəy gəliniz vağzalını çalıb bəy gəlin çıxmır. Yarım saat, bir saat deyib, mən bu vağzalını ilan üçün çalsaydım. İlanı deyib ki, yuvasından çıxardar deyir. İlan çıxardıram mən, gəlsin çıxsın da bə. Əlmən, bizdə verilişin sonunda həmişə ulduzlarla səhnəciklər olacaq. Yəni, improvizasiya. Heç əlim-əlimin xəbəri yoxdur bizim boydan nə barədə danışacaq. Sizin alqışlarınızla əlim-əlim səhnəyə dəvət edirəm. Buradan çıxıyor, yox. Əliməm, yəni siz aşıqsınız, düzdür? Başqa variant yoxdur. Buyur qardaş. Sizdə şeirlər həmişə bədayətən olur. Bəli. Yəni siz şeir deyəndə hamısı sinədən, sinə dəftər deyirlər də. Ya, aşıq, üç cür aşıq olur da, haqq aşıq olur, bədayətən yazan haqq aşığı deyirlər də. Bir də, yəni, fəaliyyəti başqa cürdə, yəni ki, yazmayan və onun bunun sözünü oxuyan aşıq. Həmin biz... Plagiat aşıq deyirlər onlar. Əyni, nəyim, valla, sən də deyirsən, deyil, qoy elə olsun. Biz sizə atavar sözləri deyəcəyik, amma atavar sözlərinin əvvəlini deyəcəyik. Siz özünüz gülməli sonluq eləməlisiniz orada. Birdən bu məsəl üçün, o duzu olmadı. Duzu olmadı, alqışlayacaq, düzələcək. Doğrudan? Bizim verilişdə hər şey rahatdır. Əla, əla. Hazırsınız? Buyurun. Palaza bürün. Elin əğinin altında ölərəm. Süper. Dost dosta təngələk. Dost dostun əğinin altını qazmalıdır. Yəni, belə bir şey. İşləməyən. Yemək yeməlidir, çörək yeməlidir. Yəni, cəmaatdan maraq olmalı. Süper, süperdir. Aşığın sözü qutaranda? Aşığın sözü qutaranda saç çalmalıdır. Yəni, dost başa baxar. Düşman başa baxar, dost ayağa baxar. Belə bir şey. Ağac bar verəndə? İndiki ağaclar maşallah belədir. Qalxır yuxarıda, başını aşağı salın. Məncə ağac bar verəndə radara düşər. Doğrudan. Bizim polislər sorar deyək, xeyr olasan bar versən. Yəni, indi radarların hamı yerin bilir də, qabaq gizlin radarlar var. Əvim üçün əşindi radarlar nə deyə çıxardım, belə. Yox. Sən saydığını say. Fələ ilə çilingəqaz oynamaq olmaz. İt hürər. Karvan deyək ki, bəsdir də. Anasına bax. Anasına bax, qızın çalışaq dinanı. Yəni ki, indi elə şeyə baxan yox. Özgəsinə quyu qazan. Öz də düşməsə, dostun zadını atacaq ora. Yalançının evi yandı.
İnandılar amma gelmədilər ki, bu yalancıdır. Gülmə qonşuva. Tük gələr başıva. Keç anlarsınız, değil mi? Zər qədrini zərgər axtarıb tapır. Belə. Məsəl. Nə əkərsən? Biliyorsun ki, bitmir. Mənim öz variantım var. Nə əkərsən, o sonra onu çəkərsən. Nə qalarsan? Yoxdur, üstümdə yoxdur da indi ona görə. Nə tökərsən aşıva? Üstünə biraz qara tökürsən, qutarcı deyil. Alqışlar! Bugünkü qonağımız Aşıq Əli idi. İlk verilişimiz idi. Gələn həftə elə bu vaxtı bu studiyada Aynet telekanalında Aşıq Əli yox, mən sizinlə olacağım. Bugünü isə hələlik, sağ olun.